Salam uşaqlar. Bugün sizinlə 3-cü sinif informatika dərsi ilə obyektlər qrupu mövzusuna baxırıq. Uşaqlar, mövzunun girişində bizə belə bir sual təqdim olunur. Obyekti necə müəyyən etmək olar? Uşaqlar, biz bilirik ki, obyekti müəyyən etmək üçün onun müxtəlif əlamətlərindən istifadə edə bilərik. Hər bir obyektin özünə məxsus xüsusi əlamətləri olur. Şam ağacı ilə çinar ağacının hansı ümumi əlamətləri var? Şam ağacı da, çinar ağacı da hər ikisi hündür ağaclardır. Düzdürmü uşaqlar? Bilirik ki, hər ikisi uzun boylu ağaclar olur. Uşaqlar, müxtəlif obyektləri eyni bir əlamətlərinə görə biz qruplaşdıra bilərik. Eyni əlamətlər müxtəlif obyektlərdə də ola bilir. Ümumi əlamətləri olan obyektləri bir qrupa aid edib ona ad vermək olar. Obyektin tərkibi, hərəkətləri də onun əlamətlərinə aiddir. Ev, məktəb, mehmanxana, binalar qrupuna, kəpənək, qarışqa, xanım böcəyi, arı isə həşəratlar qrupuna aiddir. Həşəratlar qrupunun ümumi əlaməti həşəratların 6 ayağı olur. Onlar çoxalırlar, süfrələri olur. Binalar qrupunun ümumi əlaməti binaların mərtəbələri, pəncərələri, qapıları, pilləkənləri olur. Uşaqlar, fikirləş bölməsində bizə belə bir tapşırıq verilir. Deyir ki, obyektlərin ümumi əlamətlərini söyləyin və qrupa ad verin. Bunların üçü də saxlama vurğusudur, yəni informasiyanın saxlanması üçün istifadə olunur. Yadda saxlama vasitəsi kimi adlandıra bilərik. Kağız üzərində hər hansı məlumatı yazmaqla biz saxlaya bilərik. Lent üzərində hər hansı bir şəkilləri, videoları, görüntüləri saxlaya bilərik. Eyni zamanda disk üzərində də müxtəlif verilənləri, informasiyanı, məlumatı saxlamaq mümkündür. Obyekti təqdim etmək üçün onun aid olduğu qrupun adından istifadə olunur. Məsələn, sərçə quşdur, fincan qabdır. Yəni, onun ümumi bir hər hansı qrupa aid olur. Eyni obyekt müxtəlif qruplara aid ola bilər. Məsələn, paxlavanı həm un məmulatları, həm də şirniyyat qrupuna aid eləmək olar. Qrupa daxil olan obyektlərin ümumi əlamətləri cədvəl formasında göstərmək daha əlverişli olur. Məsələn, məişət cihazları qrupuna baxaq. Məsələn, məişət cihazları qrupuna soyuducu, toz soran və belə deyim, paltar yuyan maşını aid etmək mümkündür. İndi gəlin görək bu məişət əşyaları qrupunun tərkibi nədir? Hamısının naqilləri olur, hamısı idarə etmə düymələri olur, hamısının işləyən hissələri var. Hərəkətləri insan tərəfindən idarə olunur, ev işlərində insanlara kömək edir və cərəyanla işləyir. Sonra növbəti fikirləş bölməsində bizə belə bir tapşırıq təqdim olunur. Kitablar qrupuna aid obyektləri nə birləşdirir? Onların ümumi əlamətlərini söyləyir. Sonra kitablar qrupuna aid olan obyektləri o birləşdirir ki, kitabların hamısının içərisində yazılar olur, kitablar hamısı oxunmaq üçün var, kitablar hamısı kağızdan hazırlanır. Yəni, ümumi əlamətləri bunların budur ki, hamısı oxunur. Bugünkü dərsimiz bu qədər. Sağ olun. Özünüzə yaxşı baxın. Dərslərimizi